Ankaradakı terror aktı IŞİD terror təşkilatı tərəfindən həyata keçirilib. Rusiyanın Sputnik agentliyinin verdiyi xəbərə görə IŞİD lideri Bağdadinin də dəstəklədiyi terror aktı barədə qərar təşkilatın Türkiyə Şurası tərəfindən qəbul edilib. Agentliyin iddiasına görə IŞİD Türkiyənin İncirlik bazasının Amerika Birləşmiş Ştatları üçün açılmasına cavab olaraq Ankarada terror aktı törədib. Bildirilir ki, IŞİDin ilk hücum üçün Ankaranı hədəf seçməsinin səbəbi başda Xalqların Demokratik Partiyası olmaqla Türkiyədəki sol partiyalardan intiqam almaq, həmçinin paytaxtda terror aktı həyata keçirmək gücündə olduğunu Türkiyə hökumətinə göstərməkdir. Agentliyin iddiasına görə IŞİD Suriyadan Türkiyəyə 100 nəfər göndərib. Türkiyəyə keçən bu qrupun böyük əksəriyyətinin Türkiyə vətəndaşı olduğu və təcrübəli IŞİD döyüşçüləri olduğu bildirilir.